gedən yolu balası pıtaq-pıtaq gedir. Oxunmasın məktəbdə, çıxsın məktəbdən. Atalar düzdür belə alma ağacından uzağa düşməz. Atalar yaxşı deyil, ot kök üstə bitər. Ailə, adətdir. Sənə yaxşı özün gəlin. Şey gördəyəm. Bir dəqiqə dayan, hara gedirsən? Həyətə. Nə gəzirsən həyətdə? Niyə oturub dərslərinlə məşğul olmursan ki? Atan nə olub ki, sən də nə olasan? Sən Allahına şükür elə ki, atan həbsxanaya düşəndən sonra mən aparıb səni uşaq evinə qoymadım. Bəsdir də, yetər. Bu qədər olmaz axı. Bəsdir. Hayana, bəsdir də sən də. Sən də elə atan kimi olacaqsan. Atalar yaxşı deyil, ot kök üstə bitər. Nətəs uşaqlar? Yaxşı, sən də olsun, nə tez. Onun üzrü sayın geçdim. Nə yapsın? Sağ olun. Gəl, keçək oturan. Gəlin, oturalım. Bayaqdan sən gözün. Necə iş gəldin? Məşqdən gec çıxdım o görə. Geçdim. Bugün boşsuz. Mən boşam. Sən də boşsan. Bəlkə deyəm harası gəzməyə gerək. O, yaxşı olur. Gözüm mən atamla danışım sonra olar. Alo, salam ata, necəsən? Sağ ol. Ata, biz uşaqlarla gəzməyə gedirik. Mənim kartımı pul ata bilərsən? Napol, mənim bankim zadım yoxdur. Mən sizə borç deyiləm ki, sənə borç deyiləm ki. Nə olsun ki, şahidsən, gel özün hardasın, nə təsirsən, qazan, nə təsirsən tap, mənlik deyil. Uşadın elə anana, o qabaq o sənə bəhanə eləyib alimindən soydu, məni indi sən soyursan. Ya da bəssin, ya da bezmişəm yarışırsan. Atalar düzdür belə alma ağacından uzağa düşməz. Yaxşı ata. Nə oldu? Gedəyimmi? Uşaqlar üzrü sayın, mən gedə bilməyəcəm. Niyə? Mən atamla danışdım, mənim işim çıxdı. Siz mənə boş verirsiniz, gedin gəlin. İşim çıxdı, sonra danışar. Siz gedin, mənə görə qalmayın. Sağ olun. Sağ olun, görüşərək. Sən yenə də içirsən, sən nə axmaq adamsan. Sizə belə irəmçirəm. Mənə ağıl öyrətməyəcəksən. Deyəsən, yumruq üçün darıxmısan, ha sən? Axı sənin qızın var, Nərgiz eşidir, o məktəbə hazırlaşır, o şagirddir. Oxunmasın məktəbdə, çıxsın məktəbdən. Deyəsən, özünü oxşatmaq istəyirsən, ha onu? Atalar demişən, ana gedən yolu balası pıtaq-pıtaq gedir.
Ot öz kökü üstə bitər. Bir ot kök üstə bitər. Alma ağacından kənara düşməz. Atalar düz deyir belə, alma ağacından uzağa düşməz. Ana gəzən ağacı, balası budaq-budaq gəzər. Atalar demişəm, ana gedən yolu balası putaq-putaq gedir. Uşaqlar, gəlin sizlərə bir neçə insan taleyindən danışım. Atası ilə anası birlikdə yola getmirlər, ayrılırlar məcburiyyət nəticəsində. Bunların 2 yaşında bir evladı olur. Ata istəyir ki, bu uşağı öz himayəsinə götürsün, anası buna icazə vermir. Ana öz oğlunu götürür, böyüdür. Amma bu uşaq atanın üzünü görmür. Sizcə bu uşaq necə bir uşaq olacaq? Buyur. Yəqin ki, travmalı birisi olar. Düşünürsünüz ki, yəqin ki, bu uşaq bədbəxt və uğursuz olacaq. Digər bir insan taleyindən danışım. Bakıda mart soyqırımıdır. Ata öz 2 yaşlı qızını götürür, qaçırlar İrana. Bədbəxt bir hadisə nəticəsində ata rəhmətə gedir. Ata rəhmətə getdikdən sonra ana əlacsız qalıb öz qızı ilə digər bir insanla ailə həyatı qurur. Ailə həyatı qurduğu insan onların bütün var-dövlətini, malını satır və bunlara da çox işgəncə verir. Sizcə bu mühitdə böyüyən bir uşağın gələcəyi necə olar? Buyur. Hər halda uğurlu həyatı olmayacaq. Düşünürsünüz ki, uğurlu bir həyatı olmayacaq. Digər bir insan taleyindən danışım. Ata ilə ana rəhmətə gedir. Bu uşaq nənənin, babanın, dayının, bibinin himayəsində böyüyür. Uzun sözün qısası, bu uşaq heç vaxt valideynlərinin üzünü görmür. Sizcə bu uşağın həyatı necə olacaq? Buyur. Yəqin ki, uğursuz bədbəxtin birisi olacaq. Düşünürsünüz ki, bu da bədbəxtin birisi olacaq. Əzizlərim, haqqında danışdığım birinci şəxs Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovdur. İkinci şəxsi isə aktrisamız Nəsibə Zeynalovadır. Üçüncü şəxsi isə Mikail Müşfiq, şairimiz Mikail Müşfiqdir. Və görürük ki, hər birimiz, həyatımız öz əlimizdədir. Biz valideynlərimizin həyatını yaşamırıq. Siz hər biriniz gələcəyin bir işığısınız.